Təhsilimiz o qədər yüksək sürədə inkişaf edir ki, ta artıq görürlər ki, şagirdləri oxuyub çatdıra bilmirlər, eləyirlər heyvanxana. Gəl beni heyvanları göstər. Məktəbimizə baxın, Ləmbaran kənd məktəbinə. Gözəl heyvanlar, görən hansı bəxtəvərli heyvanlardır, qəşəng pul yox. Bir də dostlar, deməli pəncərələrə şüşə tapıb sala bilməyiblər. Partaları qırıblar, bax hamısı parta üstləridir. Partaları qırıblar, pəncərələrə vururlar. Görün, nə gün nəyik, nə gün nəyik. Əmin olun ki, İraqda belə məktəb yoxdur. Sonra, rahatın dostlar, siz düşməyin qadına, sonra siz də başınızı ağrıdarlar. Sinif otağa baxın, sentyabrda şagird gələcək, burada dərs oxumalar. Burada müəllim deyən dərs nə olacaq? Burada oxuyan şagirdin sabah bu millətə xeyri, faydası nə olacaq? Qışdır, bura bax, bura bax. Qışdır, burada şaqqıldayır tələbə, şagird. Demək şaqqıldaya oxu. Ay toğma bizim təhsillər işə gözləmək olmaz. Yəni hər yer belə.